Ondan sonra görə bilərsiniz ki, bax bu məsələn bir otağa giririk, uje burada qapı olacaq. Yenə görə bilərsiniz ki, bax termostat. Həmən hər otağın termostatı. Bu spalnanın termostatı. Ondan sonra bizdə burada iki hamam var. Hamamın birinə qoymuşam termostatı. Çünki burada dərəcə yığandan sonra, yəni həmən dərəcədə şeydə olacaq. Çünki hamamlar eyni qaydada yığılıb, yəni eyni boydadır deyənə buradakı temperatur olan orada da olur. Ona görə də birində hamamların birində qoyulub termostat. Qrox, baçok, instalyasiya əlbəttə ki, burada unitazdır, gigiyenik duşdur. Burada moyka olacaq. Moykanın böyründə mütləq moydadırın böyründə rozetka olmalıdır. Rozetka, bir də выключатель. Bu выключатель burada bura olacaq və burada güzgün işığı da olacaq hələ. Rozetkanı da məsləhət görürəm. Naziklərdən qoymayın, düzlərdən qoymayın, dərin rozetkadan qoyun həmişə. Ondan sonra duşdur. Ecağın duşu.